Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz İnamsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 19-cu günündə iftara doğru bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allahın mərhəməti, rəhməti, şəfqəti, sağlam bərəkətli, bol ruzili, uzun ömrü hər birinizin üzərinə olsun. Bəli, yenə də Yenilməz İnam komandası ilə iftara doğru sizlərə xidmət üçün gəldik. Sizlərə xidmət üçün gəldik. Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə Ramazanın fəzilətlərini birlikdə bölüşək. Allah Teala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Allah Teala gün çıxandan gün batana kimi nəfsani istəklərinə yox deyərək, ilahi təqva, iman dolu, təqva dolu, yoğrulmuş könül sahibliyi ilə Rəbbinə doğru qulluq ədəbi ilə yönələn bütün soydaşlarımızın itayət və ibadətlərini əksikləri ilə qəbul etsin. Bir də oruç tutmayan, namaz qılmayan, lakin Quran-ı Kərimin nazil olduğu Ramazan ayına rəğbət bəsləyən, hörmət göstərən, yardımlaşan, paylaşan, eləcə də müqəddəs şəhid doğmalarını ziyarət edən, qəhrəman qazilərimizi ziyarət edərək, siz yaşda bizim övladlarımız, qardaşlarımız var. Bizlər sizlərə borçluyuq. Bu mübarək ayda sizlər üçün gəldik. Hansı bir çətinlikiniz varsa, sizə dəstək üçün gəldik deyənlərin Rəbbim halal ruzilərini xeyirlisi ilə çoxaltsın. Qoy dualarımız ərşə ucalsın. Bəli, bu gün də yenə dəyərli qonaqlarımla sizlərlə iftara doğru görüşə gəldik. Millətin vəkili, milli, mənəvi, dini dəyərlərin, birlik və bərabərliyin, Azərbaycan dövlətçiliyinin bütövlüyü uğrunda layiqincə mücadilənin önündə dayanan saylı millət vəkillərimizdən olan ilahiyyatçı alim Ceyhun Məmmədov. Ağlım kəsəndən düz olanı dedim. Dedilər, düz demə, düzdə qalarsan. Bir də baxdım Space televiziyasında dövlətimizin himayəsi ilə İslami dəyərləri cəmiyyətə, topluma aşırıyıram. Buyurun. Əziz və dəyərli seyircim, xoş gördük. Sizi salamlayıram, tamaşaçıları salamlayırıq. Bayramdır, xoş günlərdir həqiqətən. Bayram bayrama qarşı. Bəli, o qədər belə xoş günlərdir, o qədər belə sehirli Ramazan bizi ağuşuna aldı. Heç bilmədik bu 19 gün necə gəldi, getdi. Allah qəbul eləsin bütün oruçları. Allah sizdən razı olsun. Siz də çox çalışdınız. Yəni bu bir fədakar əməyin nəticəsidir. Asan bir iş deyil. İndi biz bir neçə dəfə gəlirik ay ərzində, amma siz hər gün səhər, axşam çalışırsınız. Allah güc versin, qüdrət versin, dövlətimizi qorusun, ölkə rəhbərini qorusun, xalqımızı qorusun. Allah bütün oruçları qəbul etsin. Təşəkkür edirəm dövlətimizin, qalib sərkərdəmizin himayəsi ilə. Bu xidmətdən qürur duyuruq və düşünürəm ki, bu yolda Allah bizi utandırmayıb, dualarınızla indidən belə də utandırmayacaq. Öz gözəl ifaları ilə könülləri fəth edən çox dəyərli qardaşım Abigül Mirzəliyev. Xoş gördük. İnamın işığında ilk dəfədə iştirak edirsiniz. Yəni illərdir Ramazanın işığı ilə cəmiyyətə, topluma bu mesajlar verilir. Sizi də bu canlı efirdə görməkdən çox şadam. Komanda özlərinizi də təqdim etsəniz. Hər biri mənim üçün əzizdir, amma siz... Axşamınız xeyir olsun. Biz sizləri salamlayıram. Bizi televiziya vasitəsilə izləyən tamaşaçılarımızı salamlayıram. Çox sağ olun Seyid Əziz Camal müəllim. Çox hörmətli millət vəkili Ceyhun müəllim. Allah sizləri var eləsin. Allah razı olsun. Bizim dəyərli sənətkarlarımız, Tarda bizim dəyərli sənətkarımız Rüstəm qardaşımızdır. Bəli, Möhlət müəllimin... Bəli. Şərəfli, kişinin şərəfli oldu. Ustadı salamlayırıq Möhlət müəllimi. Bəli. Qonağımız olub 2 gün, səhv etmirəmsə bundan öncə. Və kaman ifadəsi bizim dəyərli sənətkarımız, Respublikanın əməkdar artisti Rauf İslamov. Var olsun, yəni bizim dəyərli sənətkarlardır. Sizlərə təşəkkür edirik ki, bu gözəl əziz gündə bizi dəvət etmişsiniz. Allah razı olsun. Oruç tutan, namaz qılan bütün cəmi müsəlman bazı qardaşlarımızın Allah orucun namazını qəbul eləsin. Var olasınız. Kaman ustasını tərif etdiniz. Siz onu tanımadan öncə mən onu tanıyıram. Onun gözəl valideynlərini tanıyıram. Vətənə, dövlətə ləyaqətli bir soyun
layiqli təmsilçisidir. Lap uşaqlığından tanıyıram onu mən. Allah Taala hər birinizi qorusun, var olasınız. Əmrah Eminov. Bu səs Azərbaycanın dini camiyyəsində, hörmətli millət vəkilim deyə bilərəm, dini mühitində artıq səs salıb. Öz gözəl Quran avazı ilə, öz gözəl azanı ilə, əxlaqı ilə, davranışı ilə inamın işığında milyonlar tərəfindən sevilir. Artıq ilahiyyatçıdır, diplomunu alıb, imamlıq üçün, imam mavinliyi üçün imtahanı da yüksək nəticələrlə haqq edib. Ona görə də bir daha Əmrahı mən təbrik edirəm və Əmrahdan istəyim yenə müqəddəs şəhidlərimizi, Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin şəhidləri, 20 yanvar Xocalı şəhidləri, antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan aslanlarımızın, ayrıcı olaraq ölkəmizdə milli, mənəvi, dini dəyərlərimizin, mədəni irsimizin, elə Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ulu öndərimiz, ümumilli liderimiz Heydər Əliyev cənabları başda olmaqla bu vətənin, dövlətin varlığı uğrunda çalışdığı hər hansı bir sahə olmasına baxmayaraq o sahədə əzimkarlıqla, ədalətlə çalışdılar, vətən və dövlət adına haqqın dərgahına qovuşublar. Bu əziz gündə onları anmaq vəfa borcudur, imana bağlıdır. Bir də YouTube kanalımızda indi canlı yayımdayıq, digər sosial şəbəkələrdə canlı yayımdayıq bu dəqiqə. Ekran qarşısında da və sosial şəbəkələrdə bizi izləyən bütün izləyicilərimizin bu əziz gündə vəfat etmişlərini də anmaq əxlaqa bağlıdır. Bilirsən, mən borçlu qalmağı sevmirəm. Adamlar bu an digər dəyərli kanalları deyil, Space televiziyasına inamın işığında baxırlar. Biz də nə edək? Borçlu qalmayaq. Eləsə, ya Allah, Bismillah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يسألونك عن الأنفال قل الأنفال لله والرسول فاتقوا الله وأصلحوا ذات بينكم وأطيعوا الله ورسوله إن كنتم مؤمنين إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون الذين يقيمون الصلاة ومما رزقناهم ينفقون أولئك هم المؤمنون حقا لهم درجات عند ربهم ومغفرة ورزق كريم
Sadakallahul aliyyul azim. Allahümme salli ala seyyidina Muhammedin nebiyil ummi ve ala alihi ve sahbihi ve sellim. Allahümme salli ala seyyidina Muhammedin nebiyil ummi ve ala alihi ve sahbihi ve sellim. Allahümme salli ala seyyidina Muhammedin nebiyil ummi ve ala alihi ve sahbihi ve sellim. Salam olsun gönüllerin sultanı, axırın və əvvəlin seyyidi, yaradılmışların ən üstünü, ən əşrəflisi, İslamın günəşi, İslamı bizə tanıdan, sevdirən Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Bir də salam olsun bu əziz günlərdə 10 illərlə, 100 illərlə qəbirləri ziyarət olunmayan bir fatihə ilə, bir salavatla yad edilməyən nisçilli könül sahiblərinin ruhlarına. Bir də Allahın sağlıq və salamı olsun müqəddəs şəhidlərimizin mübarək doğmalarının, qəhrəman qazilərimizin, bir də gün çıxandan gün batana kimi ilahi təslimiyyətlə, iman, təqva dolu könül sahibliyi ilə oruç tutan, namaz qılan, namaz da qılmayıb oruç tutan, oruç da tutmayıb, namaz da qılmayıb, bu aya hörmət, rəğbət bəsləyən, yardımlaşan, paylaşan, ilahi ziyafət təşkil edib oraya ehtiyac sahiblərini, haqq sahiblərini dəvət edən bütün soydaşlarımızın hər birinin üzərinə. Məncə millət vəkilim bu daha keçərli oldu. Çox, İnşallah təmənnamız belə olsun. Əmrah təşəkkür edirəm. Allah səsinə, nəfəsinə, elminə güc versin. Çox sağ olun, təşəkkür edirəm. Mən inanıram ki, Azərbaycanın dini mühitində 10 illərdə sonra bax bu nəfəsinlə, bu əxlaqınla, bu davranışınla xidmət göstərəcəksən. Allah Teala şəhidlərimizi, ulu öndərimizi, haqq sahiblərini xəbərdar etsin. O şəhidlərin və Qur'anın şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın üzərindən bir an olsa belə əksik olmasın. Təşəkkür edirəm. Xanım redaktor, sponsora kesid edəkmi? Bəlkə rahat şəkildə müzakirəmizi sonra davam etdirəyin. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif.
Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımıza dualarımla təşəkkür edirəm. Allah Taala xalqımızın, dövlətimizin, sponsorlarımızın ruzisini xeyirlisi ilə çoxaltsın. Bəli, əziz dostlar, nurlu qardaşlar, hörmətli millət vəkilim, bugün suallar yenə bilirsiniz 10 minlərlədir, ancaq çox istəyirəm ki, Ramazan fürsətini dəyərləndirək və Ramazan fürsətini əziz izləyicilərimizin də dəyərləndirilməsi üçün mövzu seçim etdik. Bugünkü mövzumuzu inamın işığında Ramazanda ən çox tərk edəcəyimiz yanlış davranışlar, hal və hərəkətlər, nəfsani istəklərimizə yox demək, bunları bilirik. Bunların içərisində daha çox söz gəzdirməyi, İslamın söz gəzdirməyə münasibəti və söz gəzdirməyi tərk etmək üçün Ramazanda necə etməliyik ki, bunu vərdiş halına gətirək? Nəinki vərdiş halına gətirib bəziləri ki, söz gəzdirirlər, qeybət edirlər, iftira edirlər, atırlar, qul haqqına girirlər. Amma biz necə edək ki, Ramazanda bir alışqanlıq halına gətirək, mənəvi ruhumuzun yüksəlişinin təminatı ilə söz gəzdirməyi tərk edək, imtina edək və etmək üçün daha çox nələrə diqqət edəcək? Söz sizindir. Siz həm də ilahiyyatçı alimsiniz, ona görə o dəyərləri siz hamıdan daha yaxşı bilirsiniz. Əziz Seydim, Allah razı olsun. Çox gözəl bir mövzu seçmişsiniz. Bununla bağlı çoxlu Quran ayələri var, hədislər var. Ümumiyyətlə, İslam ibadətlərinin həm də məqsədi insanları kamilləşdirməkdir, saflaşdırmaqdır. Onları günah əməllərdən çəkindirməkdir, yanlış əməllərdən çəkindirməkdir. Və bu barədə Quranda çoxlu ayələr var, hədislər var. Biz bir dəfə bu məsələyə toxunmuşduq ümumi. Peyğəmbərimiz çox gözəl və doğru etmişsiniz. Peyğəmbərimiz s.ə.v çox məşhur bir hədisi var. Deyir ki, əgər kimsə Ramazanda yalanı tərk etməzsə, onun oruç tutmasına ehtiyac yoxdur. Və ya ümumiyyətlə Quran ayələrinə biz baxanda mən həmişə bu barədə düşünürəm. Qeybəti, söz gəzdirməyi Allah Taala Quranda necə qiymətləndirir? Əstaizu billah, Əyuhibbu ahadukum ən ya'kula lahma əxihi. Yəni sizlərdən biri qeybət edərək, söz aparıb gətirərək qardaşının ətini mi yemək istəyir? Ölmüş qardaş. Bəli. Ölmüş qardaşının ətini mi yemək istəyir? Ağır təhdiddir millət vəkili. Yəni dərindən fikirləşəndə burada nə qədər ağır bir məsələ var. Başqa bir məsələyə gələk. İnsanlar buna çox fikir vermirlər, amma başqa bir hədis var. Peyğəmbərimiz yenə buyurur ki, Əl-muslimu mən səlməl muslimunə min lisanihi və yadihi. Müsəlman o kəsdir ki, dili ilə, əli ilə insanlara əziyyət vermir. Ümumiyyətlə, Peyğəmbərimizin başqa hədislərində də müsəlmanlara həmişə tövsiyə edir ki, insanların çoxu cəhənnəmə dilləri ilə işlətdikləri günahlara görə gedirlər. Allah qorusun. Yəni, qeybət edirlər, yalan danışırlar, söz aparırlar, söz gətirirlər və burada bir çox istiqamətdə bəzən insanlar buna fikir vermir. Allah rəhmət eləsin, o dövrdə səhabələr bu məsələlərə çox həssas yanaşardılar. Bəziləri dillərinin altına daş qoyardılar ki, artıq əskik danışmasınlar. Amma indi təəssüf ki, bizim cəmiyyətdə bu adi bir hal alıb. İnsanlar nə danışdıqlarının fərqində deyirlər. Mən bunu həmişə deyirəm. Baxın, yəni söz yarası sillə yarasından daha ağırdır. Ola bilər siz bir adama bir sillə vurasınız, o onu unudacaq. Doğru. Amma siz bir adama elə bir söz deyə bilərsiniz ki, onu elə bir formada yaralaya bilərsiniz ki, ömrünün sonuna kimi sizin dediyiniz söz onun qulağında cingildiyəcək. Yəni o söz o insanı məhv edə bilər, o insanı intihara da apara bilər, o insanı depressiyada sala bilər. Ona görə sözün sehri çox böyükdür və
bu yalan danışmağın, söz gəzdirməyin də günahı çox böyükdür. Axirət hesabı varmı? Çox böyük hesabı var. Bir dəfə biz bunu əvvəldə sizlə toxunmuşduq. Mən bunu bir daha xatırlatmaq Bu mövzunu istəyirəm. işləmişik biz. Bəli, amma Sadəcə üzr çox toxunaq. üzr istəyirəm millət vəkili. Mən istədim ki, yəni Ramazanda bu mövzuları gündəmə gətirək ki, Yox, çox doğru insanların etdiniz. dini duyğularının Bəli. belə deyə alovlandığı, yüksələn xətt üzrə inkişaf etdiyi bir vaxtdır. Bəli, tamamilə doğrudur. Yəni mən bu hədisi bir də qeyd etmək istəyirəm ki, bir gün peyğəmbərimiz gəlir sahabələrin yanına. Deyir, siz bilirsinizmi müflis kimdir? Hamı bir-birinə belə baxır. Deyirlər ki, müflis o adamdır ki, pulu malı yoxdur. Deyir, yox. Müflis o adamdır ki, qiyamət günü Allahın huzuruna namazda qalıb, oruç da tutub, zəkat da verib, həccə də gedib. Amma neyniyib? İnsanların haqqına girib. Birini aldadı, birinin pulunu yeyib, birinin malını yeyibdir. Onun ibadətinin ona heç bir xeyir olmayacaq. Əksinə, yəni onun bütün yaxşı əməlləri kimin haqqına girib ona veriləcək, onun pis əməlləri də Allah buna qorusun. yüklənəcək. Allah Ona görə Ramazan bizə nə verir? Yəni biz bu Ramazanın son günlərində özümüzə hesabat verməliyik ki, mən hansı günahları tərk etdim? Belədir. Mən nədən tövbə etdim? Bu gündən sonra yenə yalan danışmağa davam edəcəmmi? İnsanların haqqına girməyə davam edəcəmmi? Baxın, indi başqa Quranda bir ayə var. Onun davamı olaraq deyir: "Ya eyyuhellezine izə ca'akum fasiqun binəbəin fətəbəyyanun." Deyir, sizə kimsə bir fasiq, bir xəbər gətirəndə onu dəqiqləşdirin, aydınlaşdırın. Ayrı dedin. Və bəzən yəni bu belə olur. Bir insan bir insanın haqqında nəsə deyir, o dəqiqə biz başlayırıq onun haqqında yanlış düşünməyə, mühakimə yürütməyə, amma hər bir məlumatı da dəqiqləşdirməyə ehtiyac var Bir mənalıdır. İnsan suizənnə qapılmasın. Siz bunu danışanda yadıma düşür. İllər bundan öncə bir dəfə məmur dostlardan biri söylədi ki, Seyidim deyir, canlı efirdə bizimlə bağlı siz belə bir söz söyləmisiniz. Siz dövlətçilik üçün çox əhəmiyyətli bir insansınız falan. Başladı məni tərif edə, qəlbimə dəyməsin, amma inciyim. Mən də otağındayam. Deyirəm, hansı zaman olub bu? Mən bilirəm nəyi. Deyir, bəs mənə köməkçim dedi. Mən dedim ki, Seyid Camal mı bunu söylədi? Mən telefonu açdım, həmin verilişi. Orada deyirəm ki, həmin məlum qurumla bağlı ki, bu qurum elə gözəl işlər həyata keçirir ki, hətta xəbərləri yoxdur. Kontekstdən çıxarıb, aparıb adam onu göstərirlər ki, Seyid Camal bunu deyir. Yəni, bəzən belə də olur. Yəni, mən tərif etdiyimi, bilirsiniz, insanların burada tam ciddi imanla bağlı anlayışa, idraka sahiblənməsi demək yenə müstəsnadır və Allah sizdən razı olsun. Yaxşı ki, Azərbaycanın mənəvi mühitində, Azərbaycan Milli Məclisində, Azərbaycan Respublikasının Milli Məclisində sizin kimi dəyərli ilahiyyat elmini dərindən bilən ustad var. Çox sağ olun. Abidin müəllim, necə keçir Ramazan? Şükür Allaha, yaxşı keçir əlbəttə ki. Biz də elə bax, necə deyim, sizlərə qulaq asırıq, maariflənirik. Sizin verilişinizdə oradan da çox, necə deyim, baxımlı bir verilişdir bugünkü gündə. İnanın ki, hansı evə gedirik, sizin verilişinizə baxırlar. Bu həqiqətən. Bizlər də indi çalışırıq sənətimiz üzərində təbii ki. Ramazan ayında bugünkü gündə şükürlər olsun ki, yəni belə gözəl aylarımız var. Allah kömək olsun. Mən bəzən sənət adamlarına deyirəm ki, bizim ən yaxından dostlarımızdır da Məsum İbrahimov, Teyyib Aslanov, Samir Cəfərov, yəni ərk elədiyim Cabirdir. Bunlarla mən illərdir yəni yaxından. Sənətkarlarımız da hər biri. Yəni onlara həmişə deyirəm ki, sizə sual verən kimi dərhal düşünürəm ki, sualdan daha çox siz ifanızla 100 minlərin könlünü daha rahat fəth edirsiniz. Ancaq saxladacam sizi. Niyə? Çoxlu suallar var. Bir neçəsini qəbul edək. Çünki bayramlara qarışıb və bugün bu gözəl üslükdə burada Azərbaycanın mənəvi mühitinə, iftara doğru hazırlaşan insanların könül dünyasını fəth edə biləcəksiniz və bunu da bacarırsınız. İnamın ışığında tamam ayrı bir iqlim var, tamam fərqli bir atmosfer var. Xanım redaktor, buyurun. Salam, axşamınız xeyir olsun dəyərli insanlar. Çox gözəl mövzudadır bugünkü verilişiniz. Mənim sualım belədir ki, insan öz həyat yoldaşı ilə danışarsa, məsəl üçün ailədə kimləsə inciyibsə və yaxud kimsə ona bir pislik edibsə, bunları öz həyat yoldaşı ilə bölüşərsə, danışarsa
Bu da qeybət sayılırmı? Təşəkkür edirəm. Xalqımız çox həssasdır, inanclıdır. Bu xalq imana silah kimi sarılıb, qalib sərkərdənin ətrafında birləşib, 44 günü zəfər tarixini yazan xalqdır. Buyurun, hörmətli millət vəkili. Nələrə diqqət edir? Dində bunun tərifi var, alimlər şərh ediblər. Qeybət o anlama gəlir ki, bir insan haqqında onun istəmədiyi və sevmədiyi bir məsələni danışmaqdır. Yəni, qeybət özü qabə sözündən qeybət mənasında, yəni danışan şəxsin özünün olmadığı bir yerdə onun haqqında danışmaq. Və təbii ki, əleyhinə. Bəli, əleyhinə danışmaq və o mənada, yəni alimlər hansı halda buna razılıq verirlər? O halda razılıq verirlər ki, burada hansısa bir məsələni dəqiqləşdirməyə ehtiyac var. Ailə daxilində və ya məhkəmədə və ya tutaq ki, istisna hal kimi kimsə kiminsə qızın almaq istəyir, qızın oğluna vermək istəyir və gəlir onun yanına sual verir ki, filan kəs necədir? O halda bəzi istisna hallarda şəriət buna icazə verir. Yəni həqiqəti söyləyək. Həqiqəti söyləmək üçün. Amma belə maksimum dərəcədə düzdür, bəzən çətin olur, insanların ürəyi dolu olur. Çalışmaq lazımdır ki, bu məsələlərə, yəni bu dediyimiz kontekstdə toxunulmasın. Əgər bir zərurət varsa, nəyisə aydınlaşdırmaq zərurəti varsa, olar. Amma müzakirə üçün artıq günahdır. Təşəkkür edirəm. Digər sualdan qəbul edək. Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Allah tutduğumuz orucu qəbul eləsin inşallah. Mənim bir sualım var. Biz tərəfdə buğdaya, suya, günəşə falan and içirlər. Bu doğrudurmu yəni? Təşəkkür edirəm. Xanım redaktor çox doğru etdi bu sualı gündəmə gətirdi canlı efirə. Çünki biz iftardan imsaha qədər çalışırıq İnam komandası olaraq RSPS televiziyasında. Buna bənzər yüzlərlə sual var. Biz sualları ümumiləşdiririk. Yüzü bir-birinə bənzəyirsə, birini xanım redaktor canlı efirə daşıyır. İstəyirik ki, insanlarımız batil inanclara dayanan düşüncənin daşıyıcısı olmasınlar. Elə cəhalətdən, xurafatdan xilas yolu da məncə inamın işığında mümkündür. Buyurun. Yəni bunu hamı bilməlidir ki, dinimizə görə Allahdan başqa heç bir varlığa and içmək olmaz və günahdır. Hətta bəzi alimlər biraz da irəli gedərək bunu şirk adlandırırlar. Allaha şərik qoşmaq anlamına daşıdığını ifadə edirlər. Ona görə biz buradan müraciət edirik ki, insanlar çalışsınlar ki, bunu etməsinlər. Və Allaha and içmək də əgər çox ciddi zərurət varsa, yəni ehtiyac varsa, amma belə Allahdan başqa heç bir varlığa, yəni Qurana belə and içmək dinimizdə qəbul edilmir və günah sayılır. Çalışaq bu əməllərdən uzaq olaq. Bir də hörmətli millət vəkilim, siz ilahiyatçı adam olaraq istəyirəm bunu cavablandırasınız. İnsanlar var, vərdiş ediblər. Yeri gəldi, gəlmədi, Allah haqqı, Quran haqqı, Bu da filan Seyidin cəddi haqqı. Bu vərdiş halını alıbdır Azərbaycanda. Yəni mən istəyirəm insanlarımız günahdan çəkinsinlər, uzaq dursunlar. Mən ona görə bunu dedim. Bilirsiniz, yəni ümumiyyətlə bu müasir dövrdə bayaq da mən bu məsələlərə toxundum. Yəni insanlar biraz nə danışdıqları, nə dediklərinin o qədər də fərqinə varmırlar. Doğru deyil. Və xüsusilə bizdə çox doğru vurğuladınız. Bu and içmək çox geniş yayılır. Sanki ənənədir. Yəni lazım oldu, lazım olmadı. Bəzən də indi müəyyən başqa varlıqların, yəni çoxdur. İndi bölgədən bölgəyə dəyişir. Günahtırmı? Ümumiyyətlə, əlbəttə ki, günahdır. Buna ehtiyac yoxdur. Bilirsiniz, birinci, yəni burada bir önəmli məqam da var. İnam olmalıdır, etimad olmalıdır. Ona görə inamın işığında biz izləsinlər, həqiqətləri İnam, etimad olan yerdə and içməyə ehtiyac yoxdur. Təşəkkür edirəm. Buyurun, bir sualı qəbul edək, sonra dəyərli qardaşımızın gözəl ifasını dinləyək. Buyurun. Xeyir olsun. Hər birinizi salamlayıram. Tutduğunuz orucları Allah Teala qəbul eləsin. Namazlarımızı Allah Teala qəbul eləsin. Sizə bir sualla müraciət etmək istəyirəm. Zəhmət olmasa cavablandırardınız.
Çox gözəl mövzu qoymusunuz. Söz gəzdirmək, söz aparmaq, qeybət eləmək. Bəzən qeybət eləmək yanlış başa düşülür. Yəni 2 nəfər kimsə qeybət eləyəndə, bildirəndə ki, yəni düzgün etmirsən, qeybət eləyirsən, günahdır. Kiminsə haqqında danışırlarsa, tez dərhal cavab verirlər ki, biz olduğunu deyirik, yalan demirik ki. Çalışırsan ki, başa salasan ki, olduğunu deyirsinizsə qeybətdir. Əgər yalandan deyirsinizsə, şərdir, böhtandır. Yəni bu anlayışları mən sizdən çox xahiş edirəm ki, ətraflı başa salardınız. Təşəkkür edirəm. İzləyicimiz hardasa yaxınlaşmışdı bütöv cavaba. Çox düşündürücü bir sualdır və günümüzdə bəlkə də qohumda, əqrabada, dostlarla danışanda hələ bir Allaha danışır ki, Allah şahiddir ki, deyir, mən olanı deyirəm. Biraz da irəli gedib söyləyirlər ki, Allah şahid olsun, mən yalan deyirəmsə mənə qənim olsun, özlərinə bəddua edirlər. Hətta Ramazanda mən keçən canlı efirlərin birində söylədim. Bir də görsən zəng edirlər, qeybət dolu söhbət edirlər. Deyirəm ki, dəyərli qardaşım, mən orucam, sevgili Rəsulullahın buyurduğu. Hə, deyir, üzr istəyirəm, Seyidim, yadımdan çıxmışdı. İftarı açandan sonra danışarıq. Yəni, iftarı açandan sonra qeybət edə bilərik. Deyirəm, xahiş edirəm, zəng etmə. Deyir, tamam, onda Ramazandan sonra söhbət edərik. İnanın, Allah şahiddir. Belə insanlar var. Yəni, insanları biz maarifləndirmə işini təşkilində çalışırıq ki, günahlardan uzaq olsunlar. Amma nə edək ki, bu cür insanlar var. Buyurun, millət vəkilim. Bəli, yəni ona görə alimlər konkret bir qayda qoyublar ki, qeybət bir insanın sevmədiyi, istəmədiyi bir məsələ haqqında onun barəsində danışmaq. Yəni siz əgər bir məsələni, tutaq ki, mən sizlə Abgül qardaşın xoşuna gələ bilməyəcək, hansısa bir fikri deyirəmsə, bu artıq qeybətdir. Əgər Abgül qardaş mənim adımı bilmirsə, üzr istəyirəm, qorxdum, günaha girəm. Mənim adımı bilmirsə, misal üçün deyirəm, efirə gəlirsə, onda mən arxasınca xanım redaktora desəm ki, misal üçün deyirəm, misal çəkirəm, desəm ki, olmaz bu qədər, bütün Azərbaycan dini camiyyəsi artıq inan verilişinə baxır, onda o qeybət mi sayılır? Yəni, tanısa da, bilməsə də əlbəttə ki, yenə də günahdır. Yəni, əlbəttə, yəni insan, yəni, yenə deyirəm, yəni, mənfi, müsbət, çox əslində doğru bir yanaşmanı ortaya qoydu bizim izləyici ki, yəni ümumiyyətlə bəziləri elə fikirləşir ki, əgər hansısa şəxs haqqında doğru bir şey deyirsənsə, bu qeybət deyil. Xeyr, bu da qeybətdir. O da var. Yəni dediyiniz xüsusiyyət həmin adamda olsa belə, gəlib 2 nəfərlə onu müzakirə edirsinizsə, siz günaha batırsınız. Orada yalan danışır. Biz də burada ikimiz öz aramızda deyirik, filan kəs yalan danışır, biz qeybətə giririk. Amma biri də var, ondan da betər, şər böhtandır. Yəni insanların Allah qorusun, Allah bütün xalqımızı şərdən, böhtandan qorusun. Eləsə, əziz qardaşım, nə qədər xəstə edə bilərik ki, iftar süfrəsində ilahi ziyafətə hazırlaşır 100 minlər və inanın ışığında bizi izləyirlər. Ramazanın fəzilətlərini hörmətli millət vəkilimindən dinləyərək feyz olurlar. Amma onların ruhu məqamının, o ifadəni hər gün deyirəm, Ceyhun müəllim bilir, onların ruhu məqamının təmin etmək üçün nə lazımdır? Bu üslüyün gözəl ifası. Eləsə, ya Allah, bismillah.
söhbət saz ilə, saz ilə, dur gəl naz ilə, abalam söhbət saz ilə, saz ilə. Hasravi hüsnün azizim, Hasravi hüsnün azizim, senmişsen tacı, Hubler cümle senin dergahın mühtacı. Kapı gökseli kaşın, Kapı gökseli kaşın, Leyletün esrar zülfün, Tamsam mertebeyi, hüsnü desem meyrancı. Tökülüm zülfü siyah, tökülüm zülfü siyah, arızı alın üzere, Kelleye çöl erebi mani olur hüccacı. Zahiri köyüne, ey mehvepim halinden, Zahiri köyüne, ey mehvepim halinden, hece
Gece gündüz her köyünde sızıldar sabir. Neylesin kovma kapından, kesin bir lacı. Aman aman, yarim aman, aman. Hey dayı, ay nazlanıp gelen yar, ay saxla sözüm var. Ay nazlanıp gelen yar, ay saxla sözüm var. Vay bir bakın koyunca gözlerinde gözüm var. Vay bir bakın koyunca gözlerinde gözüm var. Bak şuna bana, gel şuna bana, dur şuna kurban. Bak şuna bana, gel şuna bana, dur şuna kurban. Bağrımdan eyleme gel sevimli canım. Gel ay kara gözlüm, gel ay şirin sözlüm. Gel ay kara gözlüm, gel ay şirin sözlüm. Gel ay kara gözlüm, gel ay benim. Senin kimi yarhanı, Azerbaycan ceyranı. Senin kimi yarhanı, Azerbaycan ceyranı. Kara kaşın gözlerim, ben aşık el derman. Kara kaşın gözlerim, ben aşık el derman. Bak şuna bana, gel şuna bana, dur şuna kurban. Bak şuna bana, gel şuna bana, dur şuna kurban. Bağrımdan eyleme gel sevimli canım. Gel ay kara gözlüm, gel ay şirin sözlüm. 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 Çox təşəkkür edirəm, dəyərli qardaşım. Allah səsinizə, nəfəsinizə, ruhunuza güc versin. Şəxsən mən istirahət etdim. Çox sağ olun. Çünki gərgin iş cədvəli ilə çalışan, bu layihənin müəllifi kimi, aparıcısı kimi çox məmnun qaldım və inanıram ki, ekran qarşısında bizi izləyən yüz minlər, bəlkə də haqqa girirəm, milyonlar, çünki yüz minlər az söylədim, milyonlar məmnun qaldılar. Allah sizi var etsin. Allah səsinizi gücləndirsin. Allah Taala bu üçlüyü də, bax bu dəyərli, gözəl, layiqli soyun davamçılarını da daim işlərini abad edib sənətdə, mədəniyyətə, xidmətdə, bax bu üçlüyün də işlərinə Rəbbim yeni-yeni uğurlar və yeni-yeni fürsətlər ihsan etsin. Mən dincəldim, ona görə təşəkkür edirəm. Duyan qəlbiniz, ürəyiniz var olsun. Allah razı olsun. Allah sizlərdən razı olsun. Bizi izləyən tamaşaçılar da var olsun və bizim dəyərli sənətkarlarımız da sağ olsunlar. Evet, sağ olsunlar, maşallah, nurlu qardaşlarımız. Dayanmayaq, dərhal sualları qəbul edək mi? Keçək. Məncə bura qədər istirahət bəs eləyər. Minnətdaram Abdül qardaşım. Yenə inşallah sizdən səsinizdən istifadə edəcəyik, bu gözəl komandanızdan. Buyurun, xanım redaktor. Salam, axşamınız xeyir. Allah tutduğunuz oruç, qıldığınız namazı qəbul etsin. Sualım belədir ki, mənim anam rəhmətə gedib, hər cümə günü Yasin oxutdururuq. Amma deyirlər ki, hökmən oruclu qayı Quran tapşırılmalısın. Əsas budur, yəni Yasin Quranın özəyi də bilirdim. Narahat tam, xahiş edirəm bu sualımı cavablandırarız. Təşəkkür edirəm, hörmətli millət vəkilim. Görürsünüz, yenə də insanların dini duyğularını istismar edirlər. Və xüsusi olaraq Ramazanda dırnaqarası məharətlə istifadə edirlər. Və Ramazanı fürsət bilənlər deyəsən
Rəbbin və Peyğəmbərimizin bizlərə əmanət etdiyi bu fürsət, Ramazan ayının fürsətini yanlış anlayıblar. Nə edək? Bunun xilas yolu nədir? Bu maarifləndirmə işini təşkilini həyata keçiririk dövlətimizin dəstəyi ilə. Amma bu işbazlar yenə iş başındadır. Çoxunu zərərsizləşdirə bilmişik. Çox təəssüf, çox təəssüf. İdeoloji baxımdan təbii ki. Bəli, və mən belə olanda çox vaxt düşünürəm ki, bu insanlar Allah qarşısında nə cavab verəcəklər o dünyada. Yəni bizim hamımız xətm etdirməz. Bəli, hesab verəcəyik. Biz deyirik ki, adətən şeytan, adətən insanların beyinlərini qarışdırırlar, fikirlərini qarışdırırlar. Onları şəkkə şübhəyə salırlar. Yaxşı, bu harda yazılıb ki, harda qeyd olunub ki, bu vacibdir, fərzdir. Yəni bu müstəhəbdir, təşviq olunandır. Amma sizin də qeyd etdiyiniz kimi, təəssüf ki, bəzi insanlar bu ayı yanlış mənada mövsümə çevirirlər. Yəni əslində Ramazan yaxşı əməllər ayıdır, savab işlər ayıdır. Amma təəssüf ki, bəli, bir sıra adamlar var ki, insanları bu formada təhdid edərək və onlara deyirlər ki, siz mütləq bunu etməlisiniz, etməsəniz ibadətiniz kamil deyil, etməsəniz oxuduğunuz Quran qəbul deyil. Yəni, belə bir fərz, belə bir vacib yoxdur. Fətva verənlər çoxalıb. Bəli, Yasin yetərlidir və biz buradan da müraciət edirik, yəni bu cür işlərlə məşğul olan insanlara ki, yəni insanların fikirlərini qarışdırmasınlar. Bax, yaşlı xanımdır, gücü çatan qədər nigaran qalır. Dini yerinə yetirməyə çalışır və çox həssasdır, çox səmimidir dininə qarşı. Allahına qarşı onların belə fikirlərini biz çalışaq qarışdırmayaq. Yəni Yasin oxuyur, yetərlidir. Bütün Quran oxunarsa nə gözəl. Oxunmazsa həmin savab qazanır. Quranın bir ayəsini oxumaq da savabdır. Bizim ən üstün fərqimiz bu verilişin mahiyyəti, əhəmiyyəti nədən ibarətdir? Bax, insanlar canlı yayıma Abdül qardaşım qoşularaq adam söyləyir ki, mənim anam rəhmətə gedib, Yasin oxuduram, molla isə deyir ki, yox, Quran xətm etdirməlisən. Niyə? Ortada bazarlıq var. Maddi tərəfdən adam sui-istifadə edir və insanın dini duyğularından istifadə edir. Bilirsiniz, bu dəyərlərin həm də böyük bir günah qazanır. Bəli, böyük günahdır. Bunun axirət hesabı var və hörmətli millət vəkilimiz, ilahiyyatçı alim Ceyhun müəllimin cavabı mükəmməldir. Azanımızda çoxmu var, xanım redaktor? Hə, onda dərhal qəbul edək. Suallar deyir, çoxdur. Bəli, qəbul edək. Salam. Əvvəla mən bu verilişi təşkil edənlərin, verilişin iştirakçılarının bayramları mübarək olsun deyirəm. Allah ibadətlərinizi qəbul eləsin. Və bir sorun var, istəyirəm soruşam. Məsələn, mən Quran oxuya bilirəm də, yəni bütün Quran istəyirəm ki, özümə bütün Quran oxuyam. Ancaq bağışlamayam da qalsın, elə bu, mən dünyanı dəyişəndən sonra biz evladlarıma vəsiyyət edərəm ki, mənim oxuduğum Quranı mənim ruhuma bağışlasınlar. Belə bir şey caizdirmi, düzdürmü? Allah Teala bütün xalqımıza ruzinin tezini, ölümün gecini nəsib etsin. Xanım redaktor bəzən unikal sualları gətirir. Çox maraqlı bir sualdır. Buyurun. Yəni biz bu həssaslığı, bu səmimiyyəti, bu dinə sevgini anlayırıq. Onsuz da Quran oxuyanda o savabı qazanır və o savabı əldə edir və o dünyaya gedəndə də o savabı özü ilə aparacaq. Ona görə onu vəsiyyət eləməyə ehtiyacı yoxdur. Yəni bunun bir dini əsası da yoxdur ki, bunu miras depoya qoysun da belə deyək. Amma orada narahat olmasın, onsuz da o savabı qazanır. Allah razı olsun. Gedəndə də özü ilə o savabı aparır. Və Allah da xəbərdardır. Bəli. Və bu arada bizə yüzlərlə insanlarımız dünən Qalib Sərkərdəmiz, Qarabağın xilaskarı, Qarabağın fatihi, İlham Əliyev cənablarının əzəli və əbədi yurdumuz Ağdərədə birinci xanım, hörmətli Mehriban xanım Əliyeva ilə bərabər səfər edərkən orada su qovşanımızda mən çox duyğulanıram. Su qovşanda məscidin müqəddəs Ramazan ayında, Allahın Quran ayında,
Allahın müjdələdiyi bu mübarək ayda Suqovuşanda məscidin açılışını etdi. Bu bütün İslam dünyasına və tək İslam dünyasına da deyil, bəlkə də bunu yanlışdır bu ifadənin özü. Bütün dünyaya, dünyəvi ölkə olan Azərbaycanda milli, mənəvi, dini dəyərlərin, mədəni irsimizin ən böyük təəssübkeşi Azərbaycan dövləti və Azərbaycan dövlət başçısı Allahın ərşdə özünün seçdiyi Qarabağ xilaskarı İlham Əliyev cənablarının olduğunun göstəricisi idi və buna görə minlərlə izləyicilərimiz təşəkkür edirlər ki, Ramazanda onlar bunu fəxarətlə, qürurla seyr ediblər. Çünki sosial şəbəkələrdə, xəbər saytlarında paylaşılıbdır. Mən də Azərbaycanın dini camiyyəsi adına, təmsil etdiyim Qarabağ Seyid Ocaqları adına, Azərbaycan Əhl-i-Beyt müəssisəsi adına hər halda haqqım var belə söyləyeyim. Qalib sərkərdəmizə, hörmətli birinci xanım Mehriban xanım Əliyevaya dualarımla təşəkkür edirəm. Azərbaycanda Ramazan ayında belə bir utsal, belə bir mübarək işin həyata keçirilməsi və dövlət başçısının, Qarabağ xilaskarı İlham Əliyev cənablarının, hörmətli Mehriban xanımla bu Allah evinin açılışını etməsi və hamilik etməsi Allahın rizasına, Allahın rizası ilə bərabər Rəbbin sonsuz lütfüne uyğun bir davranış, uyğun bir əməldir və İnam komandası adına da biz bundan çox məmnunuq. Allah Teala qalib sərkərdəmizi, hörmətli Mehriban xanımı mühafizə eləsin. Bu dəyərlərin təminatçısı olaraq uzun neçə 10 illər belə mübarək hadisələrin hal şahidliyini bizlər də həyata keçirək və bu arada bizim rejissorumuz Cabir qardaşımız o görüntüləri də İnamın işığında canlı efirə gətirir, canlı yayıma gətirir. Həqiqətən də çox duyğulu bir anlardır. 7 il, 8 il bundan öncə Suqovuşanda məscid olacaq desəydik, açıq söyləyirəm, deyərdilər ki, Seyid Camal ruhi xəstəlik keçirib. Biz bəzən unuduruq. Ona görə ancaq şükür etməliyik, ancaq şükür ədəbi ilə mənəvən silahlananlar nə qədər şükür etsələr bunun az olduğunun fərqinə varmalıdırlar. Allaha sonsuz şükürlər olsun, nemətlərin sahibinə sonsuz həmd və sənalar olsun. Mən inanıram, məncə bir ruh adamı, bir şəcərəsi, əməli bəlli bir Əhl-i-Beyt mənsubu olaraq belə bir duam da var. Xanın kəndində, Xocalımızda, Xocalı şəhidləri adına qalib sərkərdəmizin birbaşa himayəsi ilə inşallah ki, bir məscidin inşasını da görəcəyik. Buna inanıram və bunu çox arzu edirəm və orada bizlər itayət və ibadətlə dualar edəcəyimiz günün də uzaqda olmadığını bilirəm. Allah razı olsun, Allah savablarına yazsın. Buyurun, sponsora keçid edə bilərik. Təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət qalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan qalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət qalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət qalbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət qalbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Teala xalqımızın, dövlətimizin, sponsorlarımızın və bu an bizi izləyən hər bir kəsin ruzisini, xeyrisi ilə çoxaltsın. Hörmətli millət vəkillərim,
Abdül qardaşım, çoxlu suallar var. Bir neçəsini qəbul edək. Buyurun. Buyurun. Olar mı? Əlbəttə. Mən həmişə vəhdət halında istəyirəm. Buyurun. İnan komandasına salamlayıram. Sabahınız xeyirli olsun. Tutduğunuz orucları Allah qəbul eləsin. İmsakda Sizə gələn bir sualım suallardan var. ona görə. Bəli, buyurun. Ramazan ay olaraq 30 gün təxmin etsək, hər gün biz oruç tuturuq. Tutduğumuz orucun müddəti təxminən aylardan asılı olaraq 12, 13, 14 saat olduğu təqdirdə bəs yerdə qalan vaxtlar oruc sayılırmı? Təşəkkür edirəm. Bildirmək bacarmısa. Minnətdaram. Hörmətli millət vəkilim, bilirsiniz, bizə 10 minlərlə sual gəlir. Xanım redaktor onları toparlayır və ümumiləşdirir. Ona görə də belə. Sabahınız xeyir deyir. Sual biraz... Hətta səhər yazdıqları səsi belə təkrar göndərirlər. Bu da var. Buyurun. Sual biraz qarışıq oldu. Əgər burada, yəni çünki biz cavab vermək üçün dəqiq bilməyi nəzərdə tutur. Əgər söhbət ondan gedirsə ki, 24 saatın biz 12-13 saatın oruç tuturuq və qalan saat nə olur? Amma maraqlı sualdır. Bəli. 24 saatın hamısı ibadət və oruçluq sayılır. Yəni ondan heç narahatçılığı olmasın. Yəni 29 gün və ya 30 gün və orada olan hər 24 saat bizim üçün bir fürsətdir, bizim üçün bir ibadətdir. Biz sadəcə onun bir hissəsini keçiririk oruç tutmaqla, sonra axşam namaz qılmaqla, dua etməklə, hətta insanların bir araya gəlib birgə iftar açmağı, sahurda bir araya gəlməyi də ibadətdir. Ona görə bütün bunların hamısı ibadət sayılır. Əgər söhbət Ramazandan sonradan gedirsə, yəni birinci, dördüncü gün ibadətləri var, hər ayın ortasında var. Tuta bilərlər, davam edə bilərlər. Ona görə o fikirləşməsin ki, yalnız bizim 13 saatımız ibadət sayılır. Xeyr. Bütövlükdə hamısı ibadət sayılır. Bizim indi canlı yayımız, hörmətli millət vəkilim, ibadət sayılır mı? Harda Quranın adı çəkilir, harda vətənə xidmət var, harda dövlətə xidmət var, bayaq siz cənab prezident haqqında söylədiniz. Bundan gözəl nə xidmət var? Allah razı olsun. Allah hamısı böyük bir xidmət. Hər birimizin savabına yazsın. Demək ki, ibadət edirsiniz, xəbəriniz olsun. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Salam, axşamınız xeyir olsun. Sizi də, sizin qonaqlarınızı da salamlayırıq. Allah tutduğunuz orucu, qıldığınız namazınızı qəbul eləsin inşallah. Sizə belə bir sualım vardı. Mən xəstə baxıcısıyam. İşimlə əlaqədar tez-tez namazı ötürürəm. Bəzən qəzalara saxlayıram, qəzaların da hamısı, məsəl üçün, olur gün ortanı ikindidə, ikindini axşam, bax, ötürürəm. Bəzən olur gecə çatdırdıqca. Ola bilər ki, nə vaxtsa mən bu ötürdüyüm namazları onların qəzasını sonra eləyə bilərəmmi? Bu nə dərəcədə düzgündür? Hal-hazırda orucam. Allah sizin də ibadətinizi qəbul eləsin. Elə bu verilişdə əziyyət çəkənlərin hamısının Allah əziyyətini itirməsin. Bu verilişimiz daimi olsun inşallah. Sadəcə onlara soruşmaq istəyərdim ki, yəni nə dərəcədə düzgündür? Mən sonra həmin namazlarımın qəzalarını eləyib qıla bilərəmmi? Yoxsa çox adam deyir ki, bu gün qəza oldu, yəni bu gün qıla bilməmsənsə, sabahı onu qıla bilmərsən. Təşəkkür edirəm. Hörmətli millət vəkilim, çox duyğulu duaların içərisində mənim ruhuma hopan bir söz vardı. Allah əziyyətinizi itirməsin. Amin, amma məni ən çox narahat edən olmaz deyənlər oldu, həmişə olduğu kimi. Niyə biz bu gözəlliyini bu qədər çətinləşdiririk? Niyə bu qədər insanları çətin duruma salırıq? Hardan onlar bu ictihadı edib belə qərara gəlirlər? Yəni, baxın, neçənci sualdır ki, belə... Biz ona görə maarifləndirmə işin təşkilinə yardım olsun deyə bu sualları qoşuruq. Allah razı olsun, Allah savabını versin. Çox böyük bir savab iş görür. Bir canın xilası üçün çalışır. Allah Teala Quranda deyir, bir insanı xilas edən bütün bəşəriyyəti xilas etmiş olar. Və namazlar belədir ki, çalışsın, öz vaxtında qılsın. Yəni, əgər belə biraz çətin durumda olanda iki namazı birləşdirə bilər. Tutaq ki, zöhrlə əsri, bəzi məzhəblər onsuz da elə qırırlar, axşamla sonuncu namazı.
və əgər həmin gün qıra bilmirsə, qəti narahat Usta olmasın. səfərlikdə birləşdirib qılır. Əlbəttə ki, bəli. Yəni, Allah razı olsa, olsun. növbəti günlərdə də qıla bilər, hətta yəni ömrünün sonuna kimi qıla bilər, amma çox gecikdirməsin. Elədir. Çünki biz, İmkan olduqsa biz icra bilmirik ki, nə qədər bu həyatda yaşayacaq. Mən hörmətli millət vəkilim, həmişə belə bir dua edirəm canlı efirdə siz də olanda, dostlarımla da. Deyirəm Allahın mərhəmət xəzinəsi sonsuzdur. Amma Allahdan dua edirik ki, qəzalarımız cəza ilə əvəzlənməsin. Amin. Bax elə izləyicilərimiz üçün də, hər çox birimiz üçün gözəl də belə dua. bir dua edirəm. Buyurun. Lakin hər vaxtınız xeyirli olsun, oruc namazınız da qəbul olsun. Bir söz soruşmaq istəyərdim sizdən. Mart ayının 22-sində elə bir xeyir işimiz var. Tezə qohumlar yəni bizə gəlmədilər. Bayramla bağlı həmin gündəki biz iftar süfrəsi açmaq istəyirik. Yəni tezə qohumlardakı elə bir gələndə yəni xonçalarla gələcək. Həmin bu günlər üçün, biz üçün günah sayılır yoxsa yox? Allah razı olsun. Bilirsiniz, hörmətli millət vəkilim, bu sualı da xanım redaktor qəsdən canlı efirə daşıyır və çox doğru və düzgün edir. Bu xalq çox inançlıdır. Ola bilir İslamı dəyərlərlə bağlı çoxumuz maariflənməmiş ola bilirik. Bu da təbiidir. Bu da təbiidir və 70 il biz uzun bir ağır mərhələni yaşamışıq. Amma mənə çox keyifli gəlir o sual. Niyə? Feyizli gəlir. Ona görə ki, bu dəyərlərə o qədər bağlıdır ki, adam fikirləşir ki, birdən yanlış olar. Amma Ramazan elə hər günü bayramdır. Təbii ki, Ramazanda insanlar dünyəvi ölkədə yaşayırıq, məclisin kimyəvi tərəfini fikirləşirlər. Ancaq izləyicimiz dedi ki, o iftar süfrəsi ətrafında toplaşacaqlar. Bu Allah mübarək eləsin, Allah xoşbəxt etsin. Allah Teala bütün subaylara toy qismət eləsin. Buyurun, hörmətli yəni, söhbət iftar süfrəsində bir araya gəlməkdən gedirsə, heç bir problem yoxdur. Əlbəttə. Hətta Ramazanda toy da eləmək olar, nişan da eləmək olar. Ancaq bu mərasimlər iftar vaxtına, Ramazanın ruhuna uyğun olsun. Sonraki dövrə təsadüf etməlidir. Həm iftar vaxtı. Bəli, narahat olmasınlar, yığışsınlar. İftar vaxtında artıq iftarlarını açıb, sonraki mərhələdə eyni müzakirələri, yəni görüşü davam etdirə bilərlər. Ona görə əsas burada odur ki, orucu pozmasınlar. Oruc pozulmasın və orucun ruhuna heç bir zidd olmayan addım atılmasın. Allah qəbul etsin, mükəmməl bir cavabdır və nə qədər də gözəldir ki, yeni qohumlarla ilahi ziyafətdə bir araya gəlinir və Allahın nəzəri olan yerdə nicat olar, qələbə olar. Bir dəqiqəmiz var. Onda sualın birini qəbul edək, sonra cavablandırarıq. Azana bir dəqiqə var. Əziz izləyicilərimiz, Bakı vaxtı ilə azana bir dəqiqə var və diqqətinizə çatdırıram ki, illərdir İnamın işığında Ramazanda verilən 2 azan var. Ənənəvi 2 görüş var. Bir görüşün əzanı bir gün verilir, digər görüşün əzanı isə həmin günü səhəri verilir. Bugün növbəti əzan veriləcək. Buyurun, vaxtımız varsa sualın birini qəbul edək, sonra cavablandıraq. Sizi və qonaqlarınızı salamlayıram. Bayramınızı təbrik eləyirəm. Bütün kollektivinizi təbrik eləyirəm. Ceyhun müəllimin, gözəl xanəndəmiz orada olmaqla Seydim, xahiş edirəm sualımı səsləndirin. Orucu açandan sonra söhbət əsasında eşidirsən ki, kimsə sənin haqqında nəsə danışıb, özümdə oruclu ola, həmin o insan haqqında danışdığı sözə əsasən mən söhbət eləyirəmsə, bu da qeybət sayılırmı? Xahiş eləyirəm, sualımı səsləndirin. Təşəkkür edirəm sualınızı. Bakı vaxtı ilə verilən əzandan sonra mütləq inşallah səsləndirəcəyik. Gənc ilahiyyatçı Əmrah Eminov buyursun. Bir daha bildirirəm, Bakı vaxtı ilə verilir əzanımız. Yəni biləsiniz, bölgələr üzrə isə ekran qarşısında görürsünüz. Buyurun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber.
أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله أشهد أن عليا ولي الله أشهد أن عليا حجة الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله Emrah Allah kabul etsin. Belki duanı bugün milletvekilim Emrah okusun iftar duasını. Ne güzel. Artık ilahiyatçı diplomunu alıp imtihanı da kazanıp. Ya Allah. Bakı vaxtilə əziz izləyicilərimiz iftar duası oxunur. Buyurun. Bismillahirrahmanirrahim. Allahümme leke sumna ve ala rızkike aftarna ve aleyke tevekkelna ya vasi'al mağfireti iğfir lana. Allahım sənin üçün oruç tutduq, sənin razılığın üçün sənə təvəkkül etdik və sənin verdiyin ruzi ilə orucumuzu açırıq. Allah qəbul etsin. Əziz izləyicilərimiz, bir daha xatırladıram. Biz Bakı vaxtı ilə iftarımızı açırıq. Allah qəbul etsin. Buyurun. Buyurun. Allah qəbul etsin. Eylesin
və vəfalı izləyicilərimiz, Əmrah, rahat ol, narahat olma, gedə bilərsən. Sağ ol. Əziz və vəfalı inamsevərlər, Bakı vaxtı ilə bizimlə oruc açanlar, bizdən sonra oruc açacaq bütün vəfalı izləyicilərimiz, Allah Taala hər birimizin oruc və namazlarımızı qəbul etsin. Allah Taala gün çıxandan gün batana kimi ilahi təslimiyyətlə Rəbbinə doğru yönələrək, təqva heysiyyatı ilə yoğrulmuş könül sahibliyi ilə Rəbbindən bağışlanma diləyən, hacət və istəklərini, arzularını, diləklərini Rəbbinə təqdim edən bütün soydaşlarımızın Allah dualarını, oruc və namazlarını qəbul etsin. Oruc tutmayan, namaz qılmayan, yardımlaşan, paylaşan, şəhid doğmalarını, qəhrəman qazilərimizi ziyarət edən, ehtiyac sahiblərini ziyarət edən bütün soydaşlarımızın da etdikləri Allah dərgahında Rəbbimizin şəfası ilə, şəfayəti ilə savablarına yazılsın. Allah Taala dövlətimizin, xalqımızın birlik və bərabərliyini, vəhdətini əbədi qərar versin. Allah Taala tutulan oruçlar içərisində Allah qatında ən üstün dua hansıdırsa, o dua hörmətinə Rəbbim qalib sərkərdəmizi, qalib ordumuzu, qalib xalqımızı qorusun. Allah günahlarımızı keçsin, eyiblərimizi örtsün, övladlarımızı əməli salih olanlardan, dininə, dövlətinə, bayrağına, soyuna uğur gətirənlərdən qərar versin. Allah Taala quruda, havada, dənizdə bizi qoruyan Azərbaycan silahlı qüvvələrini qorusun. Bir də ekran qarşısında dualarıma amin deyən hər bir kəsə ayrıca bir dua edirəm. Allah hər birinizi hər bir an öz əmanətində saxlasın. Bu özəl bir dua oldu. Evet, amin, amin. Və bu arada biz artıq illərdir ki, iftar açarkən Abcıl qardaşımız, Respublikamızın xalq artisti, mənim çox dəyər verdiyim, çox sevdiyim əziz qardaşım Samir Cəfərovun ifasını dinləyirik. Efirimizdə də, canlı efirimizdə də qonağımız olub. Böyük sənətkarımızı və mənim canım qardaşımı dualarımla salamlayıram. Və vali hökümə salam. İndi isə nə edərlər, hörmətli millət vəkilim? İnsanlar iftar süfrəsindədirlər, ilahi ziyafətdədirlər. Abdül qardaşı da burada görürlər, deyirlər niyə boşuna dayanıb. Adam iftar açırdı, nə etsin? İndi isə onların könül dünyasını fəth etmək sizin üzərinizə düşən məsuliyyətdir. Sevgilim seyrə çıxan, burada gəlir ki baharım. Sevgilim seyrə çıxan, burada gəlir ki baharım. Dil açır qəlbimizin ən şirin arzularım. Dil açır qəlbimizin ən şirin arzularım. Anadır arzulara hər zaman Qarabağ. Danışa dil dodağı tarkaman Qarabağ. Qarabağca Qarabağana yürüdüm. Anadır arzulara hər zaman Qarabağ. Danışa dil dodağı tarkaman Qarabağ. Qarabağca Qarabağana yürüdüm. Qarabağca Qarabağana yürüdüm. Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli. Bu çəmənlərdə gəzib Vaqifin şux gözəl. Ruhunu buradan alıb Natəvanın qəzəli. Ruhunu buradan alıb Natəvanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışa dil dodağı tarkaman Qarabağ. Qarabağca Qarabağana yürüdüm. Anadır arzulara
Qarabağcan, Qarabağ ana yurdum. Tarlalarında neçə qəhrəman övladı var, tarlalarında neçə qəhrəman övladı var. Əməyi güllər açan Sərdarın bünyadı var, əməyi güllər açan Sərdarın bünyadı var. Anadı arzulara hər zaman Qarabağ, danışan dil dodağı tərk aman Qarabağ, Qarabağcan, Qarabağ ana yurdum. Danışa dil dodağı tərk aman Qarabağ, Qarabağcan, Qarabağ ana yurdum. Qarabağcan, Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Naqifin şux gözəli. Arif ananın sevgili cananı vətəndir. Arif ananın sevgili cananı vətəndir. Hem namusuya hem namusu hem gayreti vicdan vətəndir. Herkes vətəni herkes vətəni sevməsə insan deyil əsma. İnsan olanın cismi də həm can vətəndir. Əlsən vətən uğrunda vətən uğrunda buna fəxr edərəm mən. Köyüm nə zaman köyüm nə zaman istəsə qurban vətəndir. Herkes soruşan görmənim ünvanımı sizdən. O şəxsə deyin, o şəxsə deyin, muayinin ünvanı
Bu çemelerde gezip Vakıf'ın şık gözleri Bu çemelerde gezip Vakıf'ın şık gözleri Ruhunu buradan alıp Natavanın gezerim Ruhunu buradan alıp Natavanın gezerim Anadı arzulara her zaman Qarabağ Danışan dil dodağı Tarkaman Qarabağ Qarabağca Qarabağana yürüdüm Anadı arzulara her zaman Qarabağ Danışan dil dodağı Tarkaman Qarabağ Qarabağca Qarabağana yürüdüm Qarabağca Qarabağana yürüdüm Qarabağca Qarabağana yürüdüm Qarabağca Qarabağ Ana yurdum Əhsən, əhsən, ustadınıza rəhmət. Allah razı olsun. Allah bu üçlüyü qorusun. Həqiqətən də qəlbimizi, könlümüzü fərəhlə doldurdunuz. Allah da hər birinizin qəlbinizi fərəhlə doldursun. Və Abcül qardaş elə gözəl oxudu, elə gözəl ifa etdi ki, millət vəkilimiz də duyğulandı, kövrəldi. Çünki biz, hörmətli millət vəkilimiz Ceyhun müəllimlə, qardaşımla, Abcül qardaş bu ifaları dinlədikdə Qarabağla bağlı bir xalqımızın hər birinin daxilində bir niskil vardı. Oxuyurduq. Əlbəttə ki, bugün biz Şükür, Qarabağımızdan artıq danışırıqsa biz bu mövzuda vətənpərvər mahnılara müraciət etməliyik. Ona görə Allah çox sizlərə can təşəkkür sağlığı edirəm. versin. Var Var olasınız. olun. Niyə? Çünki artıq torpaqlarımız da Əlbəttə, işğaldan şükürlər azad olsun, olunub Allah. və bu ifa, xüsusi olaraq sizlərin ifası könlümüzə başqa bir fərəq qatır. Allah səsinizə, ruhunuza, nəfəsinizə elə hər birinizin güc versin. Bu an ilahi ziyafətdə əyləşənlərin, 100 minlərin köylülərinin fərəhlə dolmasına, bəzənməsinə mübarək səbəbkara çevrildiniz. Buna görə ayrıca sizə təşəkkür edirəm. Mən inamın işığında bəzi dostlar inciyir ki, bəs Seyidin filan kəs niyə dəvət etmirsiniz? Deyirəm, inamın işığında hər birinə sayğım var. Necə ilahiyyətçiləri ki, hörmətli millət vəkilim bilir, say seçmə dəvət edirik. Burada da gənc, ustad fərqi yoxdur. Biz əsasən fərqi ona veririk ki, milli vətənpərvərlik ruhuna dayanan, insanların mənəvi ruhunun yüksəlişinə səbəb olacaq və gənclərimizin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmasında bax, əsl sənətkarların böyük rolu var, amma biz inamda bir fərqimiz var. O mənəvi dəyərləri özündə daşıyanların daha çox inamın işığında olmasını istəyirik. Çünki başqa verilişlər var ki, orada iştirak etmək olar, ora dəvət də almaq olar. Amma bugün sizin çıxışınız həqiqətən də mənəvi ruha, milli vətənpərvərlik ruhuna köklənməsinə səbəb oldu. Buna görə sizə təşəkkür edirəm. Ancaq burada xəbəriniz yoxdur, xanım redaktor nə söyləyir. Deyir, bəs bu sualları kim cavablandıracaq? Elə isə qəbul edək, buyurun. Bizim bir sualımız qalmışdı. Qəbul edin, istəyirsiniz sonra. Buyurun, çox üzr istəyirəm. Xanım, demək, orada məsələ necədir? Yəni, qeybət bir şəxsin iştirakı olmadan onun arxasınca danışmaq deməkdir. Yəni, hansısa bir şəxsin arxasınca danışmaq qeybət əməli sayılır. Yox, bir yerdə müzakirə edirlərsə, bir yerdə danışırlarsa, bu fərqli bir məsələdir. Amma mən yoxam və orada kimsə mənim arxamca artıq danışırsa, bütün hallarda bu qeybətdir. Yəni, arxamca dedikdə mənim xoşuma gəlməyən hansısa bir əməldən söhbət gedir. O da var. Çünki bu tam aydın olsun. Mən baxıram, biraz suallar bu istiqamətdə çoxdur. Və insanların narahatlığı var. Yəni, burada iki şərt var. Birinci şərt odur ki, həmin şəxsin iştirakı olmadan da onun barəsində danışılır. İkinci isə xoş olmayan, onun xoşuna gəlməyən hansısa bir söhbət və müzakirədən söhbət. Amma bir məsələ də var. Qeybət də müasirləşibdir. Artıq sosial şəbəkələrdə həyata keçirilir. Bu da var. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Axşamınız xeyir.
Mən bir sual vermək istəyirəm. Orucu bilmədən, yəni Bakı vaxtı ilə açdım, amma özüm Şəkidə yaşayıram. O bu günün orucu sayılırmı, yoxsa sayılmırmı? Təşəkkür edirəm. Qafqaz Müsəlmanları İdarəsinin cədvəlində ehtiyat nəzərdə tutulub, hörmətli millət vəkili. Amma Şəki ilə, Allah qəbul etsin, ancaq Şəki ilə Bakı arasındakı dəqiqələr fərqini bilmirəm. Ekran qarşısında bəlkə də izləyicimiz baxsa 2, 3, 4 dəqiqə filandırsa, məncə nigarançılığa əsas yoxdur, ancaq cavablandırın. Yəni, əgər siz deyən kimidirsə, ehtiyat vaxtı keçməyibsə, heç bir problem yoxdur. İndiki təqvimlərdə 5 dəqiqə vaxt qoyulub. Ona görə onu nəzərdə tutayım. Mən baxıram, siz də həmişə bunu vurğuluyursunuz və biz izləyicilərdən xahiş edirik ki, bu məsələni mütləq nəzərə alsınlar. Yəni, hər regionun, hər rayonun özünə uyğun təqvimi var. Və ekranda da gedir. Bəli, ekranda da gedir. Ona görə, əgər o ehtiyat vaxtı keçməyibsə, problem yoxdur. Amma keçibsə, artıq həmin günə oruç təzədən qəzasını tutmalı. Biz Cabir qardaş yəni, biz aydınlıq gətirmək üçün həmin xanım baxsın. Bakı vaxtı ilə Şəki vaxtı arasında nə qədər fərq var? Ekranda gedir, baxsınlar. Bəli, bir də ehtiyat vaxt məsələsi var. Əgər onu keçməyibsə... 5-4 dəqiqə ilə bir şey olmaz. Amma keçibsə artıq... Amma bir şey deyim, biz sübhün erkən çağına qədər çalışdıqda, orada xanım redaktor, Cabir, Əmrah, digər dostlarımızla baxırıq ki, yüzlərlə insanlar deyirlər, yox, biz Bakı vaxtı ilə açmışıq. Deyirəm, biz maarifləndirmə işini təşkil etmişik, Abdül qardaş. Deyirsən, arada günaha da giririk. Sonra xanım redaktor onlara yazır ki, yox, siz ekran qarşısında baxın, orada Qafqaz Müsəlman İdarəsinin tərtib olunmuş çox mükəmməl bir cədvəl var. Onlar isə yazırlar ki, biz inan verişinə vurğunuq, elə bilirik ki, Allah bizi bağışlayar, biz sizinlaşsaq. Deyirik, yox, belə etməyin. İndi yenə də deyirəm, belə etməyin. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. İlk öncə bayramınızı təbrik edirəm. Allah ibadətlərinizi qəbul eləsin. Sizə bir sualım var idi. Zəhmət olmasa cavablandırırsanız çox sevinərdim. Mən bilmək istəyirdim ki, insan dünyasını dəyişəndə nəyə görə onun qibləsi də dəyişir? Yəni, biz namaz qıldıqda gün batandan gün çıxana doğru qılırıq. Amma lakin insan dünyasını dəyişəndə onu dəfn etdikdə gün çıxandan gün batana doğru dəfn edirlər. Zəhmət olmasa cavablandırsanız şad olaram. İzləyicilərimiz üçün bir təbəssüm olsun. Xanım redaktor bilirsiniz nə deyir, əziz izləyicilərimiz? Deyir, bayaqdan Abdül müəllimin gözəl ifası ilə istirahət edirdiniz. Gərgin işiniz bir kənarda qalmışdı. Bax, indi bu sualı cavablandırın, deyir millət vəkilim sizə. Buyurun. Mənə elə gəl, burada nəsə bir anlaşılmazlıq var. Müsəlmanın bir qibləsi var. Yəni, qibləmiz bizim birdir. Biz öləndə də üzü qibləyə doğru bastırırıq. Görürük, orada nəsə bir anlaşılmazlıq var. Yəni, qiblə birdir. Ona görə də o qiblə əbədi olaraq bizim üçün oradır, orada qalacaq. Ona görə ondan narahat olmasın, qiblə dəyişməyə yoxdur. Çünki düzdür, bəzi yerlərdə buna bəzən əməl eləmirlər. Amma şəriətin tələbi odur ki, insan dəfn olunanda da üzü qibləyə dəfn olunmalıdır. Necə ki, biz namaz qılanda da üzü qibləyə namaz qılırıq. Ona görə bu məsələyə insanlarımızın həssas yanaşması lazımdır. Həm deyirəm, bu özü də imana bağlı məsələdir. Ancaq xanım redaktoru bu sualı da canlı efirə daşımaqla hansı mesajı verdi, mən bilmirəm. Buyurun, növbəti sual. Hamınızı salamlayıram. Hamınızın Ramazanını təbrik edirəm. Allah bayrama qovuştursun. Sizə bir sualım var. Mən Azərbaycan dilində Quranı oxumuşam, təkrar oxumuşam. Amma Quran xətm eləmək istəyirəm, onu ərəb dilində, yəni eşitdiyimə görə hər səhifəyə bir qulufallah İxlas surəsini deyib, salavat çəkib, onu xətm eləmək olarmı? Xahiş edirəm, bu haqda mənə bir açıqlama verin. Sağ olun, Allaha əmanət olun. Siz sağ olun. Bu arada, hörmətli millət vəkilim, keçən il Azərbaycan dini mühitində bir ilkə imza atdıq. 2 dəqiqəmiz var. Quran xətimləri həyata keçirdik. Şəhidlərimizə və ulu öndərimizə. Bu ildə artıq yüzlərlə izləyicilərimiz bizə müraciət ediblər. Yenə də sonuncu Qədr gecəsində həm ulu öndərimizə, həm də müqəddəs şəhidlərimizə, haqq sahiblərinə Quran xətimini həyata keçirəcək. 2 dəqiqəmiz var millət vəkilim. Yəni, Quranı
yəni elə bir qayda yoxdur xanımın dediyi formada, kim onun arasında o formada oxumaq. Yəni bir məsələ var ki, Quranın son 3 surəsini oxumaq, bütün Quranı oxumaq qədər savab qazanır. Yəni həmin xanım əvvəldən sona kimi Quranı oxuyub onu xətm eləyə bilər. Bunu əgər ərəb dilində bilmirsə, Azərbaycan dilində də eləyə bilər. Heç bir problem yoxdur. Arada hansısa bir oxumağa ehtiyac yoxdur nəysə. Çünki Quran özü də ardıcıl gəlir. Yəni böyük surələr, sonra kiçik surələr sona kimi oxuyub onu tapşıra bilər. Çox hörmətli millət vəkilim, təşəkkür edirəm. Sağ olun. Ölkəmizin mənəvi dəyərlərlə mənəvən silahlanması yolunda tək Milli Məclisdə deyil, inamın işığında daim olmanızı sağlam canla Rəbbimizdən təvəqqə edirəm. Allah razı olsun. Sağ olun. Sağ olun. Minnətdaram. Dəyərli qardaşım, Abcılı qardaşım, təşəkkür edirəm. Sağ olun. Öz dəst xəttinizdən, öz gözəl, təkrarsız ifanızla gəldiniz, 100 minlərin könlünü fəth etdiniz. Allah da hər zaman qəlbinizi fərəhlə doldursun. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə, verilişinizə uğurlar arzu edirəm. Çox xoş oldu bizə də. Ən azı inşallah növbəti Ramazanda yenə inam işığında olmanızı diləyirəm Rəbbimizdən. Əziz qardaşlarım, çox əziz insanlar, Allah hər birinizdən razı olsun. Sizlər də Azərbaycan mədəniyyətinə öz töhfənizi verməkdə israrlı olan ustadlarsınız. Yaşınızın gərəyi deyil ki, siz də 70-lə 80-ə çatasınız. Artıq sənətdə sözünüzü demisiniz. Allahdan sizə də güc və qüvvət edirəm. Və bu üstüyü də burada bir arada gördükdə çox məmnun oldum. Var olasınız. Əziz və vəfalı inamsevərlər, sonuna qədər bizi izləyən, bizə dəyər verən inamsevərlər. Allah Teala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Oruç tutmayan, namaz qılmayan, yardımlaşan, paylaşan, ilahi ziyafət olan, iftar süfrələri təşkil edən bütün soydaşlarımızın da etdikləri Allah dərgahında qəbul olub, savablarına yazılsın. Biz uzaqda deyilik, biz yenilənən, sevilən Space televiziyasında, inamın işığında, canlı yayımda olmasaq da sizlərlə yenə bir arada olacağıq, uzağa getməyəcəyik. İmsaka doğru, bugün, dünən 3-də olmuşduq. Çünki ehtimal olunan Qədir gecəsi idi. Bugün isə saat 4-də İmsaka doğru yenidən inamın işığında sizlərlə görüşə gələcəyik. Ramazanın fəzilətlərini birlikdə bölüşmək üçün. Özünüzə yaxşı baxın, dualarınızda bizi, İnam komandasını unutmayın. Biz sizi unutmadıq, unutmayacağıq. Uca, əziz Rəbbimiz, canımız, can, Azərbaycanımızı qorusun.